Salam aleyküm, hər vaxtımız xeyir olsun əziz qardaşlarım. Diqqətdən qulaq asın, Qafqaz ölkədən vurmuşam bir-birinə. Sizlərə gecənə bir dənə Ford çıxartmışam, 700 manata. Bu cür gündə qardaşlarımız var da imkanı yoxdur. Gedib bu maşına 8 min, 9 min, 10 min verməyə güc satmır qardaşım. Gəlsin götürsün aparsın maşını ofisi bizdədir. 2.5 motor dizeldir, bax təkərləri 4-də təzədir dizel motorla. Maşın həm yük üçündür, həm sərnişin üçün sənədə hər ikisi qeyd olub. Maşının motoru, karobkası ideal vəziyyətdədir. Qardaşım fürsəti qaçma, bir də bu motora babına. Motor karobka gözəl vəziyyətdə. Perodokuna kimi maşının noldan yığılıb. Hər bir şey. Kim istəsə maşının ancaq kosmetik işi var. Bir də ki çürüklər var oradan buradan, amma bu cür gündə maşının yəni sürməyinə problem yaratmır da qardaşım. Sən bu maşını bu cür gündə işi baş edə bilərsən. Sən bundan gedib meyvə tərəvəz gətirib sata bilərsən. Nə bilim, sərnişin üçün qeyd olunub. Sərnişin daşımaq olar. Kosmetik işlər var, maşının çürüklər var. Motor karobka ideal vəziyyətdədir. 700 manata gəl götür apar, ünvanımız razında. Cəmi 25 ay 500 manatdan. Kimin də nə maşını var götürün gəlin. Təmənnası çəkirəm satıram. Maşın sahibindən ödəniş alınmır. Ünvanımız razın. Nömrəmiz qeyd olunub. Kimin nə maşını var götürün gəlin. Qardaşlar bax, Ford Transit'dir. 92-ci ildi maşın. 2.5 motor dizel. Cəmi 700 manat verirsən, götürsən aparsan, bir də inşallah bizim ofis haqqımızı verərsən. Yəni Azərbaycanda bu cür 700 manata Ford Transit yox. Kim istəsə zəng eləsin gəlsin. Çox sağ olun, minnətlərə var olasın.